Bu Qarabağı çox tənqid eləyirlər, çox azarkeş. Bu nə oyundur, nə bilim nə. Qardaş, siz nə istəyirsiniz? Bu insanlar 15 ildir bu ölkəni idman, əgər futbolun şahıdırsa, o krallıqda, belə deyək də, heç kimin baxmadığı yerdən gəlib dünyaya Azərbaycanı tanıdan insanlardır da, hər şeyin bir pik nöqtəsi olduğu kimi bir eniş nöqtəsi də olmalıdır da. Yəni mən o insanlara başa düşmürəm ki, nə olmalıdır ki, belə deyək də 40 sezon ard-arda Qarabağ çempion olmalıdır və yaxud da belə deyək də Çempionlar Liqasında hər il oynamalıdır. Bu mümkün olası şey deyil. Yəni biz sadəcə bu Qarabağ klubuna və Qurban Qurbanova orada işləyən şəxslərə bugünə kimi Azərbaycan xalqına yaşatdıqlarına görə minnətdarlığımızı bildirməliyik və onlara biraz bir vaxt verilməlidir ki, artıq sən təsəvvür edirsən 15 il ərzində pauzasız bu insanlar işləyirlər, pauzasız. Bu nə qədər bu arada hardansa qonşu da deyəsən yuxarıda muzika açıb, neyini bilmirəm. Neysə. Olsun. Bu verilişimiz də belə səmimidir ha. O qonşuya deyirəm ki, səsin kəsin az qalıb, bir 15 dəqiqə qutarır. Deməli, bu insanlar bu qədər əziyyətlər çəkiblər, gecələri olmayıb, gündüzlər. Bilsən, insanlar nəyi qaçırır? Qarabağ bunu elə artıq adiləşdi. Deyəsən, pişiklərdir, orada dalaşırlar. İnsanlar o qədər bunu adiləşdiriblər ki, bizim gözümüzdə də, azarkeşlərin gözündə. Artıq azarkeş inanılmazları tələb eləyir Qarabağdan. Başa düşürsən? Yəni, hər şeyin bir pik nöqtəsi olduğu kimi, hərdən birdən bir qrup nöqtəsi də olur da. Məsəl üçün, Astana Çempionlar Liqasında çıxış elədi də, düzdür? Batı'nın özü. 2 il Şerifin özü. Ondan sonra bu adamlar, türklər demişkən, piyasadan siliniblər. Heç biri Qarabağ qədər sabit. Və salam da, yəni biraz bir səbr eləyək, gözləyək ki, yeni komanda formalaşdırsınlar, yenidən o cəhd eləsinlər. Elə bilsən, belə məqamlarda da mən azarkeşləri qınayıram. Elə həmişə istəyirlər ki, yox, mütləq çempion olmalısan, mütləq hər il çempionlar qazanışdıra gəlməlisən. Bu mümkün deyil, qardaş.